Xeyir olsun, Çağrı efirdədir. Bu bayram ərəfəsində sizinlə görüşməkdən məmnunluğumun hesabı sayı yoxdur və bu bayram ərəfəsində istəyirəm ki, sizin hər birinizin üzünə gələcək Novruz bayramını, yeni gün bayramını, yeni nəfəs bayramını təbrik edəm və sizə can sağlığı arzu edəm. Arzu edəm ki, əslində qalanda bizim bu yeni ilmiz sayılan Novruz bayramı sizə o bahar nəfəsini, bahar ətrini, yaşıl yarpaq yaşıllığını, gözəlliyini, yeliliyini, torpaqdan cücərməsini, suyun aydınlığını gətirsin. Və hər kəsə də arzu edirəm ki, bəzən axır çərşənbə deyilən bir çərşənbə var. Son zamanlar dəb düşüb ki, bütün çərşənbələrin hamısını qeyd edirlər. Bütün çərşənbələrin adı var, amma bütün çərşənbələr əvvəldən də qeyd olunmurdu. Axır çərşənbədə isə həm ot, həm torpaq, həm su, həm də havanın hamısını qeyd eləməklə insanlar evlərinə su atırdılar, səhər tezdən bulaq başına gedirdilər, su gətirirdilər və bu əhval ruhiyyə ilə də yeni ili başlayırdılar. Və axşam da, çərşənbə axşamı tonqal üstündən atlanırdılar ki, yəni artıq bunların hamısı tamamlandı. Bu mənada da elə istəyirəm ki, elə sizin də xəstəlikləriniz, bütün problemləriniz hamısı o darda tökülüb yansın. Su isə sizə aydınlıq gətirsin və elə bu əhval-ruhiyyə ilə də çarə verilişinə başlayırıq, əziz tamaşaçılar. Bizim telefonlarımız açıqdır, 510-0204 və 69-74 SMS ünvanımız da açıqdır, buyurun bizə zəng vurun. O ki qaldı, bizim bugün verilişimizdə iştirak edirlər. Həmişəki qonaqlarımızdır, amma buna baxmayaraq, şübhəsiz ki, sizin suallarınıza həmişə biz yeni və həmişə təzə bir cavab veririk. Fitoterapevt Ulduz Hüseynova və kosmetolog Məlahət Dadaşova və Herbaflora şirkətinin nümayəndəsi Həkim Elnur Rəhimov. Hər biriniz xoş gəlmişsiniz. Elə bayaq dediyim arzularımı sizə də bildirirəm. Və əziz tamaşaçılar, xatırladıram ki, əlimdə olan Herbaflora jurnalıdır ki, Herbaflora jurnalı bütün köşklərdə və postlamlarda var və bu jurnaldan əgər əldə etmək istəyirsinizsə, əgər SMS-lərin cavablarını eşitmək istəyirsinizsə, çarə verilişində gedən reseptləri bir də təkrarən baxmaq istəyirsinizsə, o zaman Herbaflora jurnalı əldə edin və Herbaflora jurnalını əldə etməkdə çətinlik çəksəz, o zaman 012-437-28-10 nömrəsinə zəng vurmaqla bu işi çox rahat və asan həll edə bilərsiniz. 012-437-28-10. Həm illik abunə məsələsini, həm də evə çatdırılma məsələsini həll edə bilərsiniz. Qaldı ki, bizim bir neçə Herbaflora şirkətinin məhsulları var ki, sponsorumuz olan Herbaflora məhsulları. Bunlardan da yenilərini mən saymaq istəyirəm. Fitoton xınalarıdır, yeni xınalardır ki, yəni bu xınalar bir çox xəstəliklərin dərmanı olsa da, yenə də tamaşaçılarımızda suallar doğurur və SMS-lər gəlir. Mən də ona görə cavablandırıram ki, dəri xəstəliklərində, sibariyədə, saç tökülməsində, göbələkdə, bundan başqa dəridə olan müəyyən ləkələrdə, hətta dəmrov xəstəliyinin müəyyən nümunələrində belə bu fitoton xınalarından istifadə edə bilərsiniz. 1, 2, 3, 4 fitoton xınaları. Birinci fitoton xınası rəngsizdir. Bundan kişilər də istifadə edə bilər. Digər üçü isə müxtəlif çalarlarda biraz sarı, biraz qəhvəyi, o birisi isə tamamilə qara və hər birinin öz rəngi var. Buna görə də xanımlar da bunlardan çox geniş istifadə edə bilərlər. Xına əsası isə xınanın haqqında dəfələrlə demişəm ki, xına özü bir müalicə vasitəsidir. Amma əlavə komponentlər də onu bir qədər də gücləndirib. Məsələn, qatır quyruğu kimi iltihabları götürən, iltihabları aradan götürən qatır quyruğunun özünün əlavə olunması onu göstərir ki, bu xına daha güclüdür. O ki, qaldı tialaktona, ana südü çatışmazlığında tialakton əvəzsiz bir məhsuldur və şəfa vitamini. Bax, bu şəfa vitamini də çox gözəl bir məhsuldur ki, bunun haqqında mən hər dəfə deyirəm. Tərkibini təkcə saysam kifayət eləyər ki, şəfa vitaminin tərkibində nə var? Baxın, böyürtükanın şirəsi, qara qarağatın şirəsi, yaşıl qozun sütülü şirəsi, biyan kökünün şirəsi, dazotu və digər komponentlər var ki, bir çox xəstəliklərdə, o cümlədən stres vəziyyətlərində, həmçinin uşaqlarda və gənclərdə, fiziki və zehni yorğunluqda, tələbələrdə və gənclərdə, bundan başqa vitamin çatışmazlığında, göz zəifliyində və s. də əvəzsiz bir məhsuldur bu şəfa vitamini və bütün apteklərdə və həmçinin də fitoklublarda var. Nəhayət gəlib yetişdik Enoant.
Nədir Enoan? Enoan cavanlıq eliksiridir, Enoan gənclik eliksiridir, Enoan sağlamlıq eliksiridir və bu eliksirin əgər tərkibini soruşsaz, qara Cabernet Sauvignon, qara üzümün toxumlarından alınmış bir ekstraktdır ki, tərkibində heç bir şəkər, əlavə su qatqısı yoxdur. Ukraynanın Krım vilayətindən gətirilir və bu məhsul məhdud miqdarda bir distributor tərəfindən gətirilir ki, telefonlarını siz ekranlarda görürsünüz və bundan başqa xatırladıram ki, həmən bu gənc və sağlam olmağın eliksiri deməli, fitoklublarda da var, həmçinin də bunun bir çox xəstəliklərdə, onkoloji xəstəliklərdə, işemik xəstəliklərdə, hamiləlik dövründə, qan çatışmazlığında, stres vəziyyətlərində, fiziki və zehni yorğunluqlarda və s. kimi bir çox xəstəliklərdə demək olar ki, bundan əvəzsiz bir məhsuldur. Dərman deyil, qida əlavəsidir, lakin dərmandan güclüdür. Odur ki, məsləhət görürəm, alasınız. Demək olar ki, distributorun nömrələrini gördünüz, həmən nömrələrdə əldə edə bilərsiniz. Bundan başqa xatırladıram ki, fitoklublardan da əldə edə bilərsiniz. Fitoklublarınızda nömrəsini xatırladıram. 012-562-8501, 012-492-2346 və 012-492-2953 isə Bənövşə Yaşıl Aptekinin nömrəsidir ki, bu nömrələrə zəng vurmaqla əldə edə bilərsiniz. Bundan başqa fitoklublar ailəvi istirahət mərkəzi olduğu üçün elə gedib oralarda dincəlib, istirahət edə bilərsiniz. Kifayət qədər demək, dünyanın müxtəlif çayları və məhsulları var ki, onlardan da içə bilərsiniz. Həmçinin 30 adda, 30-dan da yuxarı məcunlar, salatlar və halvalar hazırlanır ki, bunlar da həm qida əlavəsidir, həmçinin də müalicə vasitəsidir. Belə ki, məsləhət görürəm, elə bu bayram ərəfəsində, bu bayram günlərində fitoklublara üz tutun, gedin, şənlənin, əhval-ruhiyyənizi bir qədər qaldırın, streslərdən qurtulun və sağlam olun. Bizim isə telefonumuz 510-02-04 və 69-74 SMS ünvanımız açıqdır. Alo. Alo. Bəli. Salam əleykum. Hər vaxtınız xeyir olsun. Ağabətiniz xeyir olsun. Qarşıda gələn də gözəl bayramımız münasibətilə sizə ürəkdən təbrik edirəm. Təşəkkür edirəm. Bilirsiniz, mən 5 il olar ki, bu allergiyadan çox əziyyət çəkirəm. Gözüm sulanır, qaşınır, sonra acışır. Özdə gözümdən su elə gəlir ki, kley kimi, yapışqan kimi gəlir. Burnum axır, o da həmçinin kley kimi olur. Sonra üzümdə qızartılar olur da, belə gözü, başımda tiklərin arasında belə qaşınmalar olur. Burnum tutulur, elə bir ki, qrip olmuşam. Bronxlarım da tutulur. Bax, indi səsimdən bilmirəm. Və bu 5 ildir davam edir və bu 5 ildə dərman terapiyası, hər hansı bir müalicə? Xeyr, heç nə. Sonra, xanım bir dəqiqə mənə qulaq asın və sonra burada təyin etdirmisinizmi? Gedib test aparılıbmı ki, hansı? Yox, heç yerə getməmişim. Fevralın axırları başlayır. Martda uca usilyevutsa olur da, artır. Güclənir, bəli. Çox narahat oluram, həddindən artıq narahat oluram. Askırıram tez-tez. Elnur Həkim, sualınız var? Ulduz xanım. Heç birinizin sualı yox. Oldu, təşəkkür edirəm. İkinci dəri quruluğu var sizdə xanım? Olur. Bax, indi dəri quruluğumda olur, bəli. Təşəkkür edirəm. İkinci telefonu qəbul edək. Alo. Bəli. Aleykümselam. Sizi və Espres kollektivini təbrik edirəm, o var münasibəti. Təşəkkür edirik. Biz də sizi təbrik edirik. Gözlərimdən bacımın 65 yaşı var, əlim əlinizi narahat edir. Buyuruz. Bacımın 65 yaşı var. Bunda tuzlaşma deyirlər. Qılçasına vurur, çiyinlə vurur, qarın boşuna vurur. Yəni son ümidimiz bu Novruz bayramı münasibətilə sizə təbrik edirəm. Bu bayram ərəfəsində bacıma imdad istəyirəm sizə. İnşallah, inşallah. Oldu, təşəkkür edirəm sualınız üçün. Yəni imdad Allahdandır, amma biz çalışacağıq ki, müalicə vasitələrini deyək, amma onu tətbiq eləmək və onun həkiminə müraciət eləmək sizdəndir. Yəni həm yaş burada 65 yaş özünü göstərir, həmçinin də bir qədər sonra şəkəri filanı yoxdur ki. Alo. Yəqin ki, telefon kəsildi, ev yox. Elnur Həkim, sizdən başlayaq, birinci xanımla bağlı sualı cavablandıraq. Buyuruz. Allergiyalar müxtəlif səbəbdən olur və müxtəlif gedişata malikdir. Ona görə allergiyalı xəstələrlə məşğul olan həkimlər allergoloqlardır və bunlara müraciət eləməlidirlər. Bu xəstəliklərə spesifik yanaşmaq lazımdır. Xanımda isə daha çox adətən adi vaxtlar
xəstənin gözündə bu şikayətlər olsa, bu xəstəyə konjüktivit diaqnozu qoyulur. Konjüktivit kəskin və yarımkəskin olur, infeksiyon mənşəlidir, kəskin və yarımkəskin bir-birindən fərqlidir. Xanımda isə həmişə deyir, mart ayında bu qədər artması və digər yerlərdə də, məsələn, boğazın tutulması, burunda boşluğunda axmaların artması, bunlar hamısı həssaslığın artması ilə əlaqədardır. Ona deyirlər, bahar konjüktivit və ya vernal konjüktivit deyirlər. Bunu oftalmoloqlar çox yaxşı bilir, yəni oftalmoloqa müraciət edib, bunun üzərində müalicə tətbiq etmək olar. O ki, qaldı allergiya prosesi belədir ki, yaz aylarında bütün canlılar olduğu kimi insan orqanizmi də öz əhval-ruhiyyəsini göstərir. Bu əslində pis bir şey deyil. Sadəcə allergik olan adamlar həm ətraf mühitə qarşı, həm də özünə qarşı allergiya yarada bilir. Orqanizmin müxtəlif mənada, müxtəlif cür hormonları və sərbəst amino maddələri var. Bunlar hamısı, məsələn, histaminə həssas reseptorlar qıcıqlanır, toskun hüceyrələr qıcıqlanır. Bunlar hamısı orqanizmin özünün əhval-ruhiyyəsinə təsir göstərən bir şeylərdir. Bunlar da qıcıqlanaraq neyinir? Bronxlarda sıxılmaya gətirib çıxardır, öskürək tutmaları artır, burun boşluğunda maye artır, burun boşluğunda şişkinliklərə gətirib çıxarda bilir. Bunlar sırf ancaq, belə deyək, allergik fonda yaranan bir prosesdir. Amma bu prosesə təsir göstərmək üçün həmişə bunu öz normasında saxlamaq olar. Normasında saxlamaq necədir? Həm orqanizmlərini daima müxtəlif mənada müalicə götürməlidirlər. Əgər ki, adətən bu tipli xəstəliklər zamanı 2-3 cür preparatlar var, ancaq onlardan istifadə olunur. Və ancaq onlardan istifadə olunması, yəni xəstələr üçün narahatdır ki, hər yaz mən durub bunu istifadə eləməliyəm. Ondansa adicə gündəlik istifadə eləyəndə hansısa çaydanmı, yeməkdən ki, ona fikir verə bilsin. Necə ki, məsələn, evkaliptdən çox geniş istifadə olunur. Evkalipt bu bitkilər sırasına daxildir. Allergiyan götürən yatıq qanqaldan çox böyük istifadə olunur. Ən çox da allergik riniti deyərdim ki, o daha çox rast gəlinən bir xəstəliklərdən biridir. Allergik rinit zamanında, məsələn, fitoklubun özündə allergik rinit üçün tozlar var. Bitki tozlarına hazırlanmış yığımdır. Həmin o bitki yığımından istifadə olunur. Fitoklublardan əldə edə bilərlər və yanaşı, məsələn, öskürək əgər tutulmaları varsa, keçi buynuzundan istifadə olunur və digər xəstəliklər, yəni ümumiyyətlə dərin allergiyası varsa, tiadirdən istifadə etmək olar. İkinci sualda isə duzlaşma. Duzlaşma, yəni ki, 55 yaşını keçən əksər adamlarda rast gəlinə bilən prosesdir. Xanımlarda isə ən çox diz tərəfi tutursa, bunu tam adını duzlaşma qoymaq olmaz. Bəlkə də postmenopauzal dövrdən yarana bilən osteoporoz xəstəliyi ola bilər. Bu xəstəliyə diaqnozu adətən ginekoloqlar qoymalıdır. Bu xəstəliyə diaqnozu qoymalıdır ki, onlara hormon əlavə edici preparatlar istifadə edirlər. Amma ki, kalsiumdan zəngin olmaq istəyirsə, əgər şəkərli diabeti yoxdursa, keçi buynuzun bəhməzindən istifadə edə bilər, istədiyi miqdarda istifadə edə bilər. Onlar kalsiumdan zəngindir. Belə deyək ki, adicə yumurtanın qabığından 2 dəfə çoxdur onun tərkibində olan kalsium. Bu kifayət qədər yaxşıdır. Sadəcə qanı laxtalanması yüksək olan adamlarda isə tutaq ki, 1 ay yox, 1 ay istifadə eləsin, fasilə versin, sonra istifadə eləsin. Amma qalanlar isə istifadə edə bilər. Oynaqlarında qandırıcılardan da istifadə edə bilər. Bəli, yanaşı istifadə olunur. Keçi buynuzun bəhməzləri var, macunları var. Macunun içinə elə şeylər qatırlar ki, məsələn, zəncəfil kimi, darçın kimi bitkilər qatırlar. Onlar özləri elə bil ki, bir-birini neytrallaşdırırlar. O çox geniş bir şeydir, keçi buynuzun macunları. Amma çiyinlərinə verən ağrı isə döş qəfəsinin duzlaşmasıdır. Yəni, bu ağrını verən əsas proses budur. B qrup vitaminlərinə istifadə edirlər ki, həmin sinir əzələ keçiricini artıra bilsin. Həmçinin tiartroz çayını dəmləməyinə istifadə olunur. 6 qutu içməlidir tiartrozdan. Tiartrozdan 6 qutu ona görə içməlidir ki, onu istifadə eləyəndə açıb içili vərəqini oxusunlar. Mən geniş onun haqqında danışmayacağım və vannalar məsləhət görülür. Təşəkkür edirik. Bu arada biz reklamlara ayrılırıq. Reklam fasiləsindən sonra bir yerdə olacağıq. Çarədən ayrılmayın.